Mən duadan öncə istəyirəm sizin ürəklərinizi duaya hazırlayım. Ona görə də bu yaxınlarda mənim bir neçə şəhadətçiliklər Rəbb mənə göstərdi və dünyada deyirlər, Sulşayla sözü Azərbaycan, təsadüfən, amma mən bilirəm ki, bu şey təsadüfən olmadı. Rəbb istədi ki, mən o şeylərə baxam, o şəhadətçiliklərə. Bir neçə insanlara mən o şəhadətçilikləri WhatsApp-la yolladım. Bilirsiniz, təxminən bir 20-25 adama yolladım cəmisi. O adamlardan 3-4 adam öbə ilə cavab göndərdilər mənə. Mən deyim sizə bu nədir? Və bir nəfər də belə yazmışdı. Pastor, mən bunu gördüm, çox qorxuram. Deməli, şəhadətçilik belədir. Bu, bizim də Azərbaycanda olmayıb, başqa bir yerdə olur. Bir dənə qadın yatıbmış və gördüyü yuxunu danışırdı. O elə cür danışırdı ki, Rəbbin balalarının ən böyük hikmət, bilirsiniz də nədir? Rəbbin balalarına verilən hikmət. Rəbbin balası saxtanı həqiqətdən ayıra bilir. Yalanı doğrudan ayıra bilir. Gəl otur mənə bura söhbət elə, mən deyim harada məallatdın, harada düz dedim. Yəni, Allah elə bir vergi verib. Düzdür, iblisin də güclü məharəti var, amma mən heç açan görmədim ki, bankaya aparıb falşivi pul versən, falşivi yəni girdirmə, manat versən, banka onu götürəcək. O dəqiqə ifşa olunacaq. Kim sallada bilərsən, amma bankirləri yox. Eləcə də mən inanıram ki, pastoru Allah tərəfindən təyin olunan pastorları anlatmaq qeyri-mümkündür. Və bilirsiniz niyə görə bunların hamısını dedim sizə ki, sizə bir şey deyim. Ola bilsin, sizin indi bəziləriniz eşidirsiniz, heç nə başa düşmürsünüz, mən nə demək istəyirəm. Amma istəyərdim ki, Allah sizin beyninizi açsın ki, anlayasınız. Yəni, dediyim həqiqətdir və o qadının da dediyi həqiqətdir. Ona görə də bu həqiqəti Allahın evində, haqq Allah olduğu yerdə danışır. Deməli, qadın görün nə görüb? Yatıb və birdən belə bir yuxu görüb. O yuxunu eləcə real görüb ki, yuxusuna inanıb ki, bu həqiqətdə baş verir. Diqqətlə qulaq as. Qadın deyir ki, mən deyir, yatmışdım. Və birdən deyir, yuxuda deyir, gördüm ki, supermarket deyəm. Və supermarketdən mən bazarlıq eləyirdim. Özümə bəzi şeylər alırdım. Bu normaldır, amma supermarketə gedə bilər. Dəhşətlisi bilirsiniz nədir? Deyir, birdən gördüm ki, sağımda duran kişi yox oldu. Çörüldüm deyir sola, solda da bir insan yoxa çıxdı. Gördüm, başladı supermarketdə panika yaranmağa. İnsanlar arasında təşviş ki, burada uşaq var idi, uşaq necə oldu? Başladı qışqırıldı, nə bilim, biri qışqırdı, biri bağırdı. Hərə bir söz, mən deyir, çıxdım supermarketdən bayra, bir də deyir, onda onu gördüm ki, İsa Məsih yanıb göyün düz ortasında, əlini uzadıb belə və insanlar müxtəlif paltarlarda göyə qalxırlar. Və bu dəmdə deyir, birdən hamısının paltarı düm ağapbağa çevrildi. Sonra qadın deyir, mən deyir, bunu görəndə birdən deyir, ayıldım ki, mən qalmışam axı. Və başladım bağırmağa, qışqırmağa, yalvarmağa ki, İsa, mən axı sənin məbədvə gedirəm. Mən imanlıyam. Mən niyə mənə qoymusan? Bu qadın elə ağlaya-ağlaya fəryadla bunu şəhadətçilik eləyir, gərək görəsiz. Deyir, yerdə deyir, xaos başladı. O maşın onu vurdu, birinin deyir, sürücüsü götürüldü, birdən göydən nəsə düşdü, insanlar başladılar, deyir, dükanlara hücum eləməyə, belə deyir, fəlakət başlayırdı. Buna 7 il yer üzündə olan dəhşət deyilir. Dəhşət. Allah Teala deyir, kainat yaranandan ta bugünəcən belə bir şey olmayıb, olmayacaq da. İndi bu imanlıdan danışım sizə. Onun sualının cavabını İsa verir. Baxmayaraq bütün o xaosa, görün nə deyir? Deyirsən, ürəyin dünyada idi. Ona görə də dünyada qalırsan. Mən bilmirəm, niyə son zamanlar Allah Teala hər dəfə, bilmirəm 10 gün qalıb, 1 il qalıb, 5 ay qalıb, 2 il qalıb. Allah Teala hər dəfə mənim ürəyimə
məbədin götürülməsini qoyur mövzu. İsa'nın 2 dənə gəlişi gözlənilir. Biri oğru kimi, yəni gəlininin dalıcan, heç kim görməyəcək, o buludlar üzərində gələcək məbədin götürməyə. İkincisi isə insanların alına 3-6 rəqəm vurulandan sonra, əllərinə möhür vurulandan sonra, yer üzündə müharibələr, qırğın, təlafətlər olandan sonra insanlar ölüm axtaracaq, ölüm yerdən götürüləcək. Təsəvvür edirsiniz, insanlar nə kökdə olacaq? İkinci gəlişi odur, hamı görəcək. Mən ikincidən danışmaq istəmirəm. Bir dəfə bədəndə gəlib, indi 2 dəfə də birində gəlininin dalıcan məbəd üçün, ikincidə isə bütün dünya görəcək. Sənə sual verirəm, hər birinizə sual verirəm. Kiminlə yaşayırsınız? Bilirsiniz, bu günləri imanların həyatında mən dəhşəti görürəm, deyirəm, anlamırlar, sonra gec olacaq. Dünya, səndən dünya iyi gəlir. Başdan ayağa. Yadında bir günləri mən bir qardaşımla bu haqda danışanda İsa Məsih mənə dedi ki, mən deyim, İsa heç kəsə nakitka olmayıb olmayacaq da. Nakitka bilirsiniz nədir? Örtük. Sən onunla çiyini və plaş kimi atıb getmə. İsa heç əsən bu dünyada sənə heç nə verməyəcək. O deməkdir, deyir ki, sənin bir qarnın var, o sənə at saxlayacaq. Yox. Mercedes, Porsche, yaxşı bina, ev, var devlət, İsa bu şeylərdən uzaqdır. Heç arada da vəd etmir, söz vermir. Çünki dövlətliyin Allahın dərgahı dəvənin iynənin gözündən keçməsindən də çətindir. İsa heç arada sənə söz vermir ki, mən səni qaldıracağam, hamı sənə gəlib baş əyəcək, sənə səlahiyyət verəcəm. Ona görə də əsl məsihçinin politikada, bu dünyada şan şöhrət axtarmaqda şey yoxdur. Bunu unutma. Bir çoxlarınız İsa'ya dua edirsiniz ki, sizi şanlı şöhrətdə eləsin, adlı sanlı eləsin. Siz şeytana dua edirsiniz İsa'ya yox. O eləyəcək sizə onu. O verəcək sizə nəsə. Amma unutmayın, İsa'nı sevən, İsa'nın ardıcan gedən, dar qapılardan gedir. Və ayda ildə bir dəfə, diqqətlə olasın, ayda ildə bir dəfə Allahın evinə gəlib, nətər ki, soyuq düşəndə palto geyinir, nə İsa'dan istifadə eləmir. Kim götürürsə sözü götürsün özünə. Mən istəyirəm baxasınız. Rəbbin nəri deyir? Dəyişin. Büdrətməyin heç kimi. Dəyişin paltarlarınızı, dəyişin daxilinizi, dəyişin düşüncənizi, dəyişin. Çünki Allah Teala dünyanı dağıdacaq günaha görə. Günahda yaşamayın, günahı sevməyin. Günahı sevən dünyanı sevir, dünyanı sevən iblisi sevir. İblis də dünyada gəlib deyir ki, mən Allaham. İblis də insana nəsə verə bilər. Amma unutmayın, yeryüzün böyük bir fəlakət gözləyir. O fəlakətdən sonra dünyasının dəyişən insanları əbədi cəhənnəm gözləyir. Əbədi yanmaq gözləyir. Nə qədər gecdir? Toz başmış İncil kitablarınızı açın. Nə qədər gecdir? 50 əyri yollarınızı düzəldin. Nə qədər gec deyil. Bu dünyada ən böyük büt olan televizorun qabağından çəkilin. Qardaşlar, hətta bacılar da araq şüşəsini qabağınıza qoyub ona səcdə qılmaqdan uzaqlaşın. Murdar, iyrənc danışıqları özünüzdən kənar eləyin. Çünki Allah deyir, itlər, sehirbazlar, cadukarlar, bu dünyanı sevənlər, Allahın sözlərinə xor baxanlar, dilində Allah, Allah deyib, ürəyində, əməllərində Allahdan uzaq olanlar Allahın dərgahına düşməyəcəklər. Başa düşürsünüz?
Mən həmin o başqa bir insanın şəhadətçiliyinə qulaq asdım. Mən bir uşağın şəhadətçiliyinə, qız uşağının şəhadətçiliyinə qulaq asdım. Uşaq qəhrlə boğuldu və qeydli deyir ki, mən İsa'ya sual verdim. Bu nədir? Bizim məbəddən cəmi 2-3 adam qalxır. 4-5 adam qalxır. Bəs niyə görə? Hətta deyir, vaaz eləyən qardaş deyir qalmışdı. Uşaq ağlaya-ağlaya üzün tutur, uşaq üçün dua eləyirlər. Uşaq deyir, İsa'ya sual verdim. Deyir, ona görə ki, onların ürəyi mənlə deyildi. Sənin ürəyin İsa inandı. Sən bura İsa'nı tapmağa gəlmirsən, yoxsa özünü görsətməyə? Sən bura səcdə qılmağa gəlmirsən, yoxsa kimisə büdrətməyə? Niyə buradasan? Özünə sual ver. Nə qədər istəyərdim ki, Allah Teala bu sözlərimi od eləyib bir çoxunuzun daxilinə salaydı. Bilirsiniz, mən bir şey bilirəm. Ölüyə haddi. Ölü-ölüdür, tərpənməyəcək. Söz diriyə çatır. Rəbb tərəfindən kim dirilibsə, onlara çatır söz. Bir də, bir günlərə bunu dedim, de onlara. Onlar deyir, sözü eşidirlər. Bu İsa'dan gələn sözdür. Müqəddəs yazıda yazılan sözdür. Kəlam bunu təsdiq eləyir. İnanmırsınızsa, açın İncil kitabında, axtarın, tapın. Deyir, sizin aranızda elə insanlar var. Ora gəlirlər, sözü eşidirlər. Sən deyirsən, düzəlt yolu, dəyiş, tövbə elə. Allah yolu ilə get. Eşidirlər, qəbul edirlər, hətta tövbə edirlər. Amma onlara de, onlar məbədin qapısından çıxan kimi, şeytan gəlir onların ürəyindən o toxumları götürür və o toxumlar onların ürəyinə bəhrə vermir. Özünüzü aldadıcı dinləyiciyə çevirməyin, dəyişin. Çünki elə imanlar var ki, onlara baxanda ürəyim qan ağlayır. Bilirsiniz, bir pastor nə dedi? Dedi ki, mən vəhdəydim, mən orucdaydım və vəh gördüm. 5-ci, 6-cı gün. Mən dil vəhi görəndə gördüm ki, məbəddən neçə adam qalxdı, neçəsi qaldı. Qalan adamlar qaçdılar pastorun üstünə və başladılar pastoru boğub öldürməyə. Onların hamısının pastora dediyi söz bu idi. Sən niyə, nə üçün bizə müqəddəslik haqqında içinə deməmsən? Niyə? Mən sənə sual verirəm. İndi həmin sualı içində özüvə ver. Sən müqəddəssən. Allah deyir ki, müqəddəslər Allahın dərgahına girəcəklər. Özünüzə sual verin. Sən müqəddəssən. Mən müqəddəsəm. Sual verin. Müqəddəs bir söz nə deməkdir? Mən demirəm, səndən işıq saçır, yoxsa yox. Özüvə şpaklovka o qədər vurursan ki, işıq saçır. Problem deyil, vur. İndi kişilər də pudra vurur üzünə. Mən ondan danışmıram. Mən sənə sual verirəm. Sən içində müqəddəssən, sən Allah üçün ayrılmışsan, həyatı Allaha həsr eləmişsən, eləməmisənsə, sən Allahla gəzə bilmirsənsə, yadında saxla, göyə də götürülməyəcək. Kainatda dəhşət başlayır. Çox az qalıb. Sən də orada olat. Ona görə də və sonra əbədi kükürtlü alovlu gölə atılıb əbədi yanacaqsın. Bu dəhşətdir, bu həqiqətdir. Və Allah elə bilin ki, bir mesaj göndərir bizə. Xəbərdarlıq göndərir bizə. Bəlkə biz əməllərimizi, işlərimizi düzəldək, yollarımızı dəyişdirək, tövbə eləyək. Çünki çox az qalıb, inanın. İsa qapıdadır. Bu nağıl deyil, bu əfsanə deyil, bu oyun deyil, bu həqiqətdir. Baxın həyatınıza. Mən sizin həyatınızdan xəbərim yoxdur, amma sizə bir söz deyim. Bundan xəbərim var. Mən sizə bir söz demək istəyirəm. Kimlər İsa'nı axtarırsa, onlar xoşbəxtlik, bəxtəvərlik yolundadır. Kimlər İsa'nı tapıbsa, onlar artıq bəxtəvərdilər. Kimlər eşidir, rədd eləyirsə, onlar axmaq, bədbaxt adamlardır.
Bax gör hansına sən aidsən. Dayanın yollarınızda. Fikirləşin, düşünün. Bir dəfə bir insan çox ruhən acımışdı. Məni dəvət elədi, mən ona söhbət elədim. Və söhbətdə belə sözlər dedim. Başa düşün, şeytan insanı elə cür aldadıb ki, mən acam, gəlmişəm sizin evinizə. Sizsə mənə varınızı, devlətinizi, pulunuzu, malınızı göstərirsiniz. Mənə deyirsiniz, bura gəl, gör nə qəşəng pianino almışam. Mən acam. Siz pianino çalırsınız. Mənimlə bir yerdə. Mən acam, siz mənə otaqlarınızı göstərirsiniz. Mən acam, siz mənə divan göstərirsiniz. Mən acam, siz mənə üçün mahnı oxuyursunuz. Mən yemək istəyirəm. Siz isə mənə servislərinizi göstərirsiniz. Mən acından ölürəm. Yemək istəyirəm. Siz mənə aparırsınız o bir otağa, açırsınız sandığın ağzını, deyirsiniz, bu qızıllar mənimdir, bu pullar mənimdir, bu var devlət mənimdir. Sizə bir sual verim, mən acam. Bunlar məni doydura biləcək? Yadınızda bir şey saxlayın, həyatda neynəsiz? Siz qidalanmasınız ruhən, sizə onların heç bir faydası olmayacaq. Başa düşürsünüz nə demək istəyir? Və ümumiyyətlə, mən artıq dərəcədə bu məbədə gəlib gedən imamlardan bir şey xahiş edirəm. Mən çoxdandır bu haqda susurdum. Mənim bacılarım, geyimizə fikir verin. Siz Azərbaycanda yaşayırsınız. Heç bir dinə görə Azərbaycan xalqında mənim analarım, bacılarım, qardaşlarım geyim geyinməyiblər. Sadəcə olarlar abırlı, həyalı geyiniblər. Mən belə görmüşəm. Bir günləri biz İsa Məsihi qəbul eləmişik. Biz müqəddəs kitab oxuyuruq. Allah bizə deyir, insan yox. Biz insanların sözünü rədd edirik. Allah deyir, müqəddəslərə abırlı geyim yaraşır. Nə olar bir güzgü qabağında dayanın, yazılmayıb müqəddəslərə moda yaraşır. Yazılmayıb müqəddəslərə biabırçı geyimlər yaraşır. Yazılıb. Müqəddəslər abırlı geyinməlidirlər, həyalı geyinməlidirlər. İstəyir kişilər olsun, istəyir qadınlar. Geyiminizə baxın. Siz burada gəlirsiniz, insanlar baxır və ola bilsin, çiyin-çiyinə vururlar ki, kim dedi, xristiyan da, İsa'nın adına küfür gətirməyin. Qoymayın sizə görə bütpərəstlər Rəbbimi söysünlər. İzin verməyin buna. Biz İsa'nın adını daşıyırıqsa, onun adına ləkə gətirməyək. Nə küçədə, nə bacada, nə də başqa yerdə. Onu elə sevək ki, onun adına ləkə gətirməyək. Bizim geyimiz də, keçimimiz də başqaların qıcıqlandırmalı deyil, büdürətməli deyil. Biz elə geyinib keçinməliyik ki, fikir yayındırmayaq. İnsanların gözləri bizdə olmasın. Bizim abırlı həyalı geyimimizdə və ümumiyyətlə insanın daxili haqqında çölü çox şey deyir. Amma çöl hələ bu demək deyil ki, daxil deyilədir. Allah xeyir dua versin. İndi isə mən Rabit qardaşa xahiş edeyim, dua eləsin. Gəlmə ayağa qalxaq. Sevimli izzətli Allahımız, ulu Tanrımız, Rəbbimiz İsa. Atacan, doğrudan da bu həyatda yaşamaq çox ağırdır. İblis bizim qarşımızda bizə o qədər qapılar açır ki, o qədər yollar göstərir ki, hansı ki o yollar baxanda çox gözəl görsənir, enli görsənir, necə ki kəlamında deyilir. Yaraşıqlıdır, rahatdır, amma axırı uçuruma gedir. Həlakə aparır. Və bəzən biz də o yolları seçirik. Və iblisin istəyi budur ki, bizi səndən uzaqlaşdırsın. Özümüz bilmədən də səndən uzaqlaşırıq, ya Rəbb. Sənə yalvarıq, Atacan, bağışla bizim günahlarımızı. Bizə görə axıtdığı müqəddəs qanı ilə hər birimizi yu təmizlə və kömək ilə yardımcı ol ki, Ata, daim səni görə önümüzdə.
səni əlindən tutaq və səninlə bir yerdə addımlayaq ki, tacımızı itirməyək, əbədi dəhşətə düşməyək, ya Rəbb. Bugünkü günüvə xeyir dua ver, burada olan hər bir insana xeyir dua istəyirəm, ya Rəbb, səndən. Müqəddəs ruhuna özün gəl, özün idarə etkinən. Ata, oğul və müqəddəs ruh naminə. Amin. Sənin xeyir duan. Salam qardaşlar, salam analar, bacılar və salam məbəd. Rəbbimizə minnətdaram ki, bizimlə danışır həmişə. Və bəxtəvər o insandır ki, onun kəlamını qəbul edir. Bugün mən də danışacağım bu vaaz bu haqda olacaq. Allahın kəlamına iman etmək haqda. Yəni Allahın ağzından çıxan sözə biz gərək iman edək. Və onun üçün də kimdə İncil varsa, Həvari Pavelin Romalılara məktubundan 10-cu fəsildən 17-ci ayəni oxumaq istəyirəm. Gəlin oxuyaq. Beləliklə iman eşitməkdən, eşitmək isə Allahın kəlamını yaymaqla olur. Amin. Bizə açıq aydın kəlam deyir ki, iman eşitməkdən olur. Yəni, insan Allahın kəlamını eşidir, ürəklə qəbul edir və onun içində iman olur həmin anda. Çox vacibdir ki, istər imanlı insan, istər imanlı olmayan insan, Allahın kəlamını, vədini, qanununu, peyğəmbərliyini eşidirsə, o gərək onu qəbul etsin. Və əgər onu qəbul eləyirsə, onda onun içində iman olur. Və həmin o söz, həmin o kəlam, Allah o söz vasitəsilə o insanın içində işləyir. Amin. İncildən bir hadisəni danışmaq istəyirəm sizə. Bizə kəlamda qeyd edilir ki, yüzbaşı adında bir insan olur. 100 əskərin üstündə bir başçı olur. Yəni ki, komandir olur. Həmin bu insan İsraildə hörmətli bir insan olur. Və bizə kəlam deyir ki, onun qulu ölümcül halda idi. Az qala ki, ölə. Və yazı deyir ki, yüzbaşı İsa haqqında eşitmişdi. Çünki İsraildə yayılmışdı ki, İsa şəxsiyyət var və o bir çox əlamətlər eləyir. Və onun etdiyi işlər böyükdür. O körə göz verir, dilsizə dili verir, ölülərə isə həyat verir. Həmin bu şəxsiyyət İsa haqqında eşitmişdi. Və birdən-birə şəhərin ağsaqqallarını göndərir İsa'nın yanına. Deyir, gedin deyin, yalvarın ona. Mənim qulum ölümcül halda xəstələnib. Bu şəhərin ağsaqqalları gəlirlər İsa'nın yanına. Kəlam deyir ki, təkidlə yalvarırlar ona. Deyirlər ki, ay İsa, həmin o şəxsiyyət layiqdir ki, bunu onun üçün eləyəsən. Çünki o bizi sevir və bizim üçün məbəd tikdirib. İsraildə onun çox böyük hörməti var idi. Bilirsiniz, gör nə qədər hörmətli bir insan idi ki, ağsaqqallar həmin o insanı görcə gedirlər İsa'nın yanına. Eyüp Peyğəmbərin kəlamlarında qeyd olunur ki, Eyüp deyir ki, şəhərə daxil olanda mən, şəhərin ağsaqqalları qalxardı ayağa. Əgər kimsə deyir ki, danışardısa, eşidəndə ki, Eyüp gəlir, ağızlarını bağlayardılar. Bilirsiniz nə üçün? Çünki Eyüp hörmətli bir şəxs idi. Bunu ona bəxş edən Allah idi. Və hörmət Allahdandır, əzizlərim. Biz dua evində ağsaqqallara, pastırlara, diakonlara və imanlılara hörmət etməliyik. Bu Allahın iradəsidir. Çünki yazılıb ki, bir-birinizi hörmətdə qabaqlayın. Bunu Allah istəyir. Bilirsiniz nə üçün? Çünki bizim ailəmizin başçısı Allahdır. Hər şeyin qaydası var və hər şeyin qanunu var. Görəndə ki, İsa gəlir
yüzbaşı bu dəfə dostlarını göndərir. Deyir, yox, gedin ona deyin. Yarib gəlmə. Yarib zəhmət çəkmə. Deyir, mən layiq deyiləm ki, sən mənim damımın altına daxil olasan. Ancaq sən bircə kəlmə söz de, mənim qulum şəfa tapsın. İkinci dəfə göndərir. Kimlərini, yaxınlarını, dostlarını. Və bu dostları da imtina etmirlər, gedirlər. Və bunu gəlib İsa'ya deyirlər. Əgər insan Allahdan bir şey istəyirsə, əgər insanın və yaxud da oğlu, övladı, atası, anası, yaxını pis haldadırsa, şəfaya ehtiyacı varsa və ümumiyyətlə insan Allahdan bir şey istəyirsə, gərək onun önündə təvazökar ola, özünü gərək aşağı tuta. Həmin bu yüzbaşı da belə deyirdi, mən layiq deyiləm. Nə olsun hörmətli idi, amma bilirdi ki, o İsa'ya layiq deyil. Heç kim buradan Allahın oğluna bizlərdən layiq deyil. Sadəcə onun qanı yuduğu, təmizlədiyi halda bizi özünə layiq bilib. Gəlin biz Allahın önündə özümüzü həmişə aşağı tutaq. Və deyir, ya Rəbb, mənim tabiçilikdə olan bir insanam. Yəni demək istəyirdi ki, İsa, mən 100 insanın üstündə başçıyam. Birinə get desəm gedər, digərinə gəl desəm gələr. Yəni, ya Rəbb, mənim ağzımdan çıxan söz icra olur, yerə düşmür. Mənim səlahiyyətim var. Və bilirsiniz, mən sizə bir həqiqəti istəyirəm deyim. Necə ki, o 100 nəfərin üstündə başçı idisə, bizim kəlam deyir ki, İsa Məsih külli ixtiyar olan Rəbb Allahdır. İsa bütün dünyanın üstündə olan Allahdır. Bu bir. İkinci, necə ki, o yüzbaşının ixtiyarlı bir insan olduğuna görə İsa da səlahiyyətli bir şəxsiyyət idi. Təbiət üstündə, insan üstündə və ruhlar üstündə. Diqqətlə İncili oxusaq, bunu bizə Allah açar. Qüvvətli bir Allah oğlu idi İsa. Və deyir, ya Rəbb, mənim ağzımdan çıxan söz icra olur, yəni. Yəni, İsa, sən də bircə kəlmə desən, bu olacaq. Yüzbaşı inanırdı ki, şəxsiyyət, o Allahın oğlu bircə kəlmə desə, o icra olacaq. İndi sizə bir sualım var mənim. Bəs biz necə? 5 ilimmi? 10 ilimmi? 30 ilimmi? Biz dua evində iştirak edirik. Biz imanlılarıq. Bəs biz necə Allahın kəlamına heç olması yüzbaşı kimi iman edirik mi? Ya yox. Çünki İsa deyir ki, mən İsraildə bunun qədər imana rast gəlmədim. Yüzbaşının imanı İsa'nı təəccüb etmişdi. Bizim imanımız necə Allahı təəccübləndirdi mi? Biz onun ayə kəlamlarına iman etdik mi? Çünki İsa'nın ağzından söz icra olur. Və indi mən hamınıza bir ayə oxumaq istəyirəm. Ola bilər sən bura gəlmişsən 2 dəfə. Sən də yüzbaşı kimi İsa haqqında eşidib gəlmişsən. Amma sən bircə ayəyə inansan, bir ayəyə, sən əbədi həyata malik olacaqsan. Yazılıb ki, Allah bu dünyanı elə sevdi ki, vahid oğlunu ona qurban verdi. Bunu ona görə etdi ki, ona iman edənlərin əbədi həyatı olsun. Heç kim həlak olmasın. Allah bizi sevdi, məhəbbətinə görə də oğlunu qurban verdi. Sənə sualım var, sən bu ayəyə iman edirsənmi? Əgər sən bu ayəyə iman etsən, sənin əbədi həyatın olacaq. Və sənin imanın Allahın oğlunu təəccübləndirəcək. Və sən bəxtəvər olacaqsan. Yox, əgər sənin həyatında dəd varsa, səri varsa, alınmaz bir çarə varsa, ola bilər sənin övladın iflitdir, ola bilər sənin yaxının xəstədir. Amma sən Allahın oğlunun möcüzəsinə iman etsən, sənin həyatında möcüzə olacaq. İsa buna qadirdir. Amin. Və sonunda bir ayə oxumaq istəyirəm hamınıza. İsa bir dəfə bütün insanlara demişdi. Sizdə qoy Allahın imanı olsun. O demədi ki, insanın imanı olsun. Rəbb dedi, qoy sizlərdə Allahın imanı olsun. Yəni mənim atamın imanı olsun. Amin. Bacı qardaşlar, mən də sizin biraz vaxtınızda almaq istəyərdim və onun üçün istərdim ki, biraz diqqətli olaq.
Çünki indi biz kəlam oxuyacaq və o kəlam ətrafında mən istərdim hər birimiz düşünək və araşdıraq. Bu Markın müjdəsi sonuncu fəsildir. Ayə isə 15-ci ayədən. İsa şagirdlərinə dedi, dünyanın hər tərəfinə gedin, bütün yaradılışa müjdəni vəz edin. İman edib vəftiz olan hər kəs xilas olacaq. İman etməyən isə məhkum olunacaq. İman edənləri isə bu əlamətlər müşayiət edəcək. Mənim adımla cinləri quvacaqlar. Yeni dillərdə danışacaqlar. İlanları əlləri ilə götürəcəklər. Öldürücü zəhər içsələr belə onlara təsir etməyəcək. Əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa alacaqlar. Amin. Gəlin deyək, amin Allah kəlamına. Biz biraz əsas mövzu burada 15-ci ayə üstündə olunacaq. Yəni İsa şagirdlərinə dedi ki, dünyaya gedin və bütün dünyanı mənim şagirdim edin və xilası, müjdəni onlara çatdırın. Əsas mövzu bunun üzərindədir. Amma mən istərdim ki, kim ki o xilası qəbul edib, vəftiz olandan sonra ona veriləcək o əlamətlər haqqında 4 dənə əlamət burada deyilir. Gəlin onları biraz araşdıraq görə, onlar hansılardır və bizim həyatımızda bizə nə verir və nə cür olmalıdır düzgün. Burada birinci, cinləri qovacaqsınız, deyir Rəbb. Mən bilmirəm, kim cinlə üzbəüz gəlib. Biz uşaqlıqda eynə ilə gəzərdik ki, cin gəlsə, onu tutum. Belə bir anlam var ki, onu tutacam və eynə ilə qorxudacam, eynəni vuracam ona, istəyimi, cin deyəcək ki, baş üstə mənim ağam, nə istəyirsən, amma bir də eynəyi salma mənə. Eynə vurma mənə. Kim görüşüb cinlə? Və yaxud cinli bir insan görmüşsünüzmü? Hə. Şəxsən mən görməmişəm, görmək də istəmirəm. Amma insan bir şey bilməlidir. Yəni, hər birimiz bir şey bilməliyik ki, əgər biz Allahla olmasaq, iblis həqiqətən çox güclüdür. Və iblis bizim başımıza mindən oyun aça bilər. Bu günləri iblis biz yaxına gələ bilmir. Bilirsiniz nəyə? Çünki biz bir örtü ilə bağlıyıq. O da Rəbbimiz İsa Məsihdir. Və Rəbb deyir ki, hətta cinlər sizin üzərinizə gəlsə, siz onları qovacaqsınız. Bu güc sizdə olacaq. Çünki Allah kəlamında Rəbbimiz deyib ki, mən etdiyimdən 2 qat artığını siz eləyəcəksiniz və o səlahiyyəti mən sizə verəcəm. İkincisi, dillərdə danışacaqsınız. Burada böyük bir problem var. Hansı dillərdən gedir söhbət? Ləzgi dinində, Gündüz qardaş deyir. Bəli, sırf insanın başa düşülən dillər deyilir burada. Əgər biz Həvarilərin işlərini oxusaq, 40-cı gündə Rəbbin ruhu alov şəklində gəlir və parçalanır, hər bir şagirdin daxilinə girir. Və onlar müqəddəs ruhdan doğulurlar və çıxırlar bayıra və başlayır orada o insanlara Rəbbin müjdəsini deməyə. O insanlar bilirsiniz kimlər idi? Parfiyalar, medialar, yəni orada bir çox millətlər var idi. Və hər bir millət öz dilində Allahın kəlamını eşidirdi. Dillərdə danışmaq budur. Hətta bizim bir qardaşımız, pastorumuz bir dəfə şəhadətli eləmişdi ki, bir xarici ölkədə idim, tərcüməkimiz gec gəlmişdidir, amma mən orada o insanla, o ingilis dilini danışırdım, mən ingiliscə heç bir söz bilmirdim. O danışdığım deyir, mən başa düşürdüm, mən danışdığımı deyir, o başa düşürdü. Bu həqiqətdir. Əgər biz bu günləri Afrikanın hansısa bir ucqar kəndinə düşsək və biz orada istəsə Allahın kəlamını deyək, Allahın müqəddəs ruhu çökəcək bizim üzərimizə və onların dilində başlayacaq onları bizim vasitəmizdən danışmağa. Bu həqiqətdir. Amma çox əfsuslar olsun ki, bu günləri bir çox imanlılar bu dillərdə danışmağı böyük bir problem ediblər. Və bir çoxları üçün büdrəmə daşı olublar. Və mən bu temanın da dərinliyə düşmək istəmirəm. Keçirəm o birisinə. Şəfa vermək. Bilirsiniz, biz çox xəstələr görürük və həqiqətən biz Rəbbin balası olduğumuzdan görə bizim ürəyimiz yanır. Çünki Rəbbin sevgisi bizdədir və biz dünyada olanda insanları nifrət eləyər. Mən şəxsən insanları nifrət eləmişəm və idmana da ona görə gedirdim ki, kimsə mənə tərs baxsa, mən vurub öldürürüm onu, ya onu qorxudum. Çox azazır bir insan olmuş. İdmana da ona görə getmişdim. Amma mən imana gələndən sonra dedim, ya Rəbb, mən idmanı artıq atıram. Amma Rəbb dedi, xeyr,
sən bu vaxta kimi idmanı öz istəkləri üçün eləmişdinsə, vurub yıxmaq üçün eləyirdinsə, amma indi isə mənim üçün eləyəsən, yıxılanı qaldırmaq üçün eləyəcəksən. Bilirsiniz, şəfa vermək. Bir çox şeylərdə biz görürük, bir çox verilişlərdə görürük. Bayaqları qardaşımız vaazında dedi ya, əgər bir insan gəlmişdi, yüzbaşı idi və o xahiş eləmişdi ki, ona qulu, belə deyək, xəstə idi və onun üçün şəfa istəyirdi. Bir kəlmə kifayət oldu, heç Rəbb ora gəlib çıxmamışdı. Artıq o şəfa almışdı, Rəbbin dediyi saatda və anda bir kəlmə. Amma bu günləri şəfa vermək məsələsini, şəfa vermək temasını bir çox məbədlərdə böyük bir şoya çevrilib. Saatlarla dua olunur. Harada biz görmüşük onu? Rəbb saatlarla mı dua elədi? Rəbb bir kəlmə söz dedi. Cinə dedi, ondan çıx. Ölüyə dedi, dur. Bir kəlmə. Lazır yadınıza düşür. Deyir, Lazır 4 gün keçmişdi. Əti sümüyündən aralanmışdı. Artıq ifunət var idi orada. Deyir, bir kəlmə söz. Dur. Axırıncı isə zəhər. Deyir, Rəbb deyir ki, siz ilanları tutacaqsınız. Amma o ilanlar sizə çalsa belə, sizə heç nə olmayacaq. Bilirsiniz, bütün imanlılar, bizim üçün belə bir adət var. Biz çörək yeməmişdən qabaq həmişə dua edirik. Ediriksə hamımız. Amma etmiriksə, məsləhət görülür ki, edəsiniz. Çünki bugünkü gündə bizim yaşadığımız nə havamız, nə suyumuz, nə qidalarımız sağlam deyil. Bugünkü gündə bir çox yeməklərimiz bir çox qarışıqlardan ibarətdir. Bəlkə də heç biz təsəvvürümüzə gətirə bilmir, amma dəfələrlə Rəbb bizi bir çox zəhərlənmələrdən saxlayır. Bilirsiniz nəyə görə? Çünki biz dua edəndə Rəbbə deyirik, ya Rəbb, şükür olsun verdiyin naz nimətə, bərəkətdə və ən əsası neynə? Təmizlə. Belə bir hadisə olmuşdu xaricdə. İmanlı bir pastoru, Afrikada olub bu, mən o haqda demək istəyirəm. Bu şaman olur. Şaman bilirsiniz də nə? Cadügar adamların başına oyun açan, nə bilim, bir adamın adını yazır, misal üçün Sübhan bir kuklanın üzərində yazır, başlayır onu vurmağa, Sübhan orada zülüm çəkir, yazır. Yəni bu bizim üçün gülməli gəlsə də bu fakt var bu şeylər. Və o ölkədə bir dənə imanlı peyda olur və o insan çoxlarına yaxşılıq elə, amma bu şamanın bu xoşuna gəlmir. İblisin xoşuna gəlmir axı biz yaxşılıq eləyək kiməsə. Və bir gün onu evinə qonaq çağırır. Qonaq çağırır, deyir ki, bəs mən istəyərdim, o da çox məşhur şaman olub. Deyir, mən istəyərdim, sən məndən dost olasan, çörək kəsəsən, mən evimə dəvət edirəm. Deyir, baş üstə, gələrəm. Pastor dua edir, gedir. Onun qabağına yemək qoyurlar, kompot gətirirlər, indi 1000 dənə işkiləri var onların. Nə bileyim, orada həşəratları əzib suyunu çıxardıb, gətirib qoyublar. Amma o suyun içinə zəhər atır o. Orada o kokteyli düzəlib gətirənə kimi zəhəri atıb gəlir, hansı ki o zəhər bir damcısı o boyda fili başını qoyar o da yerə. Dəvə, o birisi, bu birisi. Fərqi yoxdur. Və ola deyir ki, buyur, çörək yedir. Çörək yeməmişdən qabaq biz imanlıyıq, biz dua edirik. İcazə verirsən dua. Deyir, dua elə. O deyir, mən zəhərimə nə duası? Bu deyir ki, ya Rəbb, çox sağ ol ki, bu insanı evinə gətirmirsən, bu bir. Çox sağ ol ki, bizə bu naz niməti vermirsən və bu naz nimətə görə səndən xeyir dua edirəm və təmizlə ginən. Çox sağ ol. Sənə sağlıq var, içir. İndi şaman da durub gözləyir ki, orada da cəmaata yəqin tapşırıb ki, hazırlasın da nasivkaları ki, bunu aparsın. Qadasını aldığım içir, başlayır çörəyi yeməyə, oradakı naz nimətdən yiyir. Şaman qayıdır, deyir ki, hə, sən bilirsən nə içmirsən? Deyir, bilmirəm nədir, amma qəşəng bir şeydir. Sizin yəqin ki, nasionalni, nətər deyirlər, milli içkivizdir yəqin ki. Deyir, səni ora, o içkinin içinə elə bir doza zəhər atmışdım, elə bir ilan zəhər idi ki, o sən 2 dəqiqənin içində o dünyalıq olmalıydın. Sənin Allahın kimdir, hansıdır? Və bilirsiniz, həmən şaman rəhbə iman edir ondan sonra. 4 dənə əlamət və daha çox əlamətlər. Rəbb bütün səlahiyyəti bizə verir. Mən sadəcə mənim mövzum əsas bu deyil. Əsas mövzumuz bugünkü gündə Rəbb bizə deyir ki, gedin bütün insanlara müjdəni yayın. Xilası çatdırın. Bayaqları məclis başlamamışdan qabaq pastorumuz çox gözəl bir mövzuya toxundu. Şəhadətçilikdən
dünyanın sonuna və məhvinə gəldi, çıxdı. Əziz bacı qardaşlar, bu günləri dünya çox pis bir vəziyyətdədir. Bu həqiqətdir. Hər birimiz elə olur ki, xəstələnirik, öskürək səsləri gəlir. Pis vəziyyətə düşürük, yatağa düşürük. Bu dünyada bu mövcuddur. İmanlı olduğumuz bir halda. Və elə bir zaman gələcək ki, biz dünyamızı dəyişəcəyik. Hər birimiz ölümlə üzbəüz yanacaq. Sual budur. Sən o günə hazırsanmı? Həqiqətən hazırsanmı? Mənim həyatımda çox böyük bir sual var idi. Görürsən, mən öləndə hara düşəcəm? Bilirsiniz nəyə görə o sual mənim həyatımda baş vermişdi? Peyda olmuşdu. Mənim babam dünyasını dəyişəndə mənim 7 yaşım var idi və o mənim qucağımı dünyasını dəyişmişdi. Baxmayaraq ki, o böyük bir yolun yolçusu idi. O öləndə il yarım xəstəlikdən yatdı və öləndə məni çağırdı və mən yaxınlaşdım, uşaq idim. Siqaret çəkirdi o vaxtın astrasını. Deyirdi, pəncərəyə baxırdı, deyirdi, gəlir, tez yandır. Mən baxırdım, ikimizdən başqa heç kim yox idi. Dedim, ay baba, kim gəlir? Gəlir, tez yandır, mən yandırdım. Siqaret deyil, baba üçün siqareti yandırdım. Götürdü, bu barmağını qoydu. Dedi, yandır, ikincisini bura qoydu, üçüncüsünü bura qoydu. Bu vaxtı əmirlər gəldi, mənə götürdü, o dünyasını dəyişdi. Bizi babanın başı getmişdi artıq. Gözləri hədəqəsindən çıxmışdı. Bilirsiniz nəyə görə? Çünki o ölüm görürdü. Çünki onun dalınca Əzrail gəlmişdi. O onu görürdü. O çox pis qorxurdu. Onun qorxusunun xofu mənim ürəyimə gəlmişdi. Mən də qorxmağa başlayırdım. Uşaq idim. 10 yaşım yox idi, amma mən özümə sualıma görəsən mənim axırım nə olacaq? Bir vaxt gələcək, mən də babam kimi qorxacaqmı? Bilirsiniz, insan ümumiyyətlə bilmədiyi, görmədiyi bir şeyin arxasına keçə bilmir heç can. O haqda həmişə qorxur. O tərəfi biz heç kim getməmişik. Və o tərəfə getməmişdən qabaq insan qorxmağa başlayır. Və mən özümə sual verdim. Mənim axırım nə olacaq? Bu günləri ölüm mövcuddur. Və pastor bayaq dediyi kimi, o ölüm bir günlük, 2 günlük bu həyat kimi 50 illik deyil. 2 dənə həyat var. Biz bu dünyada müvəqqəti, biz bu dünyada bir qonağıq. Amma əsas 2 dənə əbədi həyat var. Bu əbədi cənnət Rəbbin yanındadır və əbədi zülüm, cəhənnəm orada dəhşət olacaq. Həqiqətən çox böyük bir ağrı olacaq. Allah bizi sevdi və Allah öz xilasını bizə tərəf yönəltdi. Və Allahın böyük bir planı o idi ki, İsa Məsihdə hər birimizə xilas versin. Və bu günləri hər birimizdə Rəbbin xilası var. Amma biz bu günləri nə edirik? Rəbb deyir, hər birimizə gedin və mənim sözümü səndəki, sən bir qab kimi mən səni doldurmuşam. Sən onu nə edirsən? Keçən dəfə burada su qalmışdı. Mən istədim içmə, ondan ifunət iyi gəlirdi. Sən demə 1-2 həftə qalıb orada. Amma bu suyu mən içirəm. Çünki bu suyu indi gətirdilər mənə. O isə 2 həftə artıq qalmışdı. Eyni su idi. Həmən su idi. Amma qaldığına görə ifunət vurmuşdu. O biraz da qalsa onun içində qurd əmələ gələcəkdi. Rəbb həmən o həyat suyunu bizə verib, biz onu əgər özümüzdə saxlayırıqsa, bir vaxt gələcək o ifunət verəcək bizdə və o başlayacaq qurd basmağa. Əgər bir tərəfdən su bizə verilirsə, krantın bir tərəfi açıq olmalıdır. Və Rəbb deyir ki, siz gedin, bütün dünyanı müjdəliyin. Yaxınlarınıza müjdəni yayın. Utanmayın, çəkinməyin. Bu xilası çatdırın. Axı sən əldə etdin. Mən bu xilası əldə edəndə o qədər sevinirdim ki, çünki mən o qorxudan sonra bir çox yollara əl atdım. Bir çox yollarda xilası tapmağa çalışdım. Amma İsa Məsihdə mən xilasımı tapdım. Bəs sən İsa Məsihdə o xilası tapmısanmı? Mən o xilası əldə edəndə sevincimin həddi hüdudu yox idi. O qədər sevinirdim ki, və mən qərara gəldim. Mən bu sevincimi başqaları ilə bölüşəcəm. Və bu qərardan mən rayona getdim. Bütün nəslimə, bütün yaxınlarıma istəyirdim bu müjdəni çatdırım. Bilirsiniz, bu hadisə, mənim başıma gələn hadisə mənim üçün həqiqətən böyük bir dərs oldu. Mən bunu dəfələrlə demişəm, amma bu günlərdə ürəyimə gəlib, mən demək istəyirəm bunu. Mən dedim, mənim yaxınlarıma mən xilası çatdırmalıyam. Ya Rəbb, xeyir dua verin mənə yoluma. Və mən getdim. Rayondan kəndə gedən avtobusa minəndə, orada bizdə kənddə bir dənə dəli var idi. Hamı onu daşa qalaq eləyirdi. Laqa qoyurdu.
Çünki o içkili idi, özünü apara bilmirdi heç vaxt, çox içərdi. Həmən o insan həmən avtobusda idi. Yenə də içkili vəziyyətdə idi. Nəmin orada ağzına gələn deyirdi, nəmin bu tərəfdə üzr istəyirəm, qaytarırdı, nə inirdi. Hamı da ona daş atırdı orada. Amma mən də olsaydım əvvəlki kimi, mən də daş atardım ona. Mən işte o avtobusdan getməzdim də. Amma Rəbb mənə dəyişdiyimi görə mənim ürəyimə toxunurdu. Elə bilirdim ki, o daşları mənə atır. Mən də ora getmişdim ki, insanlara Allahdan danışım. Ki, onlar dəyişsinlər. Və bu vaxtı, bu məqam, bu fikirlərdə Allah mənə ürəyimə danışır. Deyir, Ravid, sən nə üçün gəlmişdin bura? Sən gəlməmişdin ki, xilası insanlara çatdırasan. Gəlməmişdin ki, insanlara deyəsən ki, daş atmayın. Çünki 3 dənə sizdə var ondan artıq. Mən utandım. Mən danışa bilmirdim. Rəbb ikinci dəfə dedi, məqamdır, niyə danışmırsan axı? Niyə sən utanırsan? Mən danışa bilmədim. Bu vaxtı bir insan danışmağa başladı. Belə bir söhbət. Deyir, bilirsiniz, 2000 il bundan qabaq yer üzündə belə bir peyğəmbər vardı. Onun adı İsa idi. Onun yanına bir dənə qadını gətirdilər, deyir. Ki, daşla onu vurub öldürsünlər. Və o vaxtı, deyir, İsa qalxıb, başını qaldırır, bilirsiniz, hətta bunu da dedi. Dedi, İsa isə o vaxtı yerdə barmağı ilə deyir, nəsə yazırdı. Və o qadını onun yanına gətirəndə İsa qayıtdı, ona dedi ki, onlara dedi ki, kimin günahı yoxdursa, qoy birinci daşı o atsın. O an, mən artıq öldüm orada. Mən danışmırdım. Danışan bilirsiniz kim idi? Həmən o lağa qoyulmuş adam. O alkaş kimi, o daş atılan insan. O danışırdı, o deyirdi o sözləri. Bilirsiniz, o sözlər Allah onun vasitəsilə mənə deyirdi. Mənə deyirdi ki, Ravi, sən danışmasan, daşlar danışacaq. Daşlar dilə gələcək. Sən isə daş olacaqsan. Əgər biz onu özümüzdə saxlasaq, özümüzdə gizlətsək, əziz bacı qardaşlar, biz daş olacaq. Gəlin bugün həyatımıza baxaq. Görək biz həqiqətən canlıyıqmı, yoxsa çoxdan biz daş olmuşuq. Gəlin baxaq, biz danışırıqmı, yoxsa utanırıqmı? Gəlin biz bugünləri baxaq, biz danışanda, hətta danışanda belə nəyi danışırıq? Nə cür danışırıq? Danışanda da Rəbdən hikmət alıb, müdürüklük alıb danışmaq lazımdır. Çünki mən bir dəfə bir məclisdə olanda, yanımda olan dünyəvi insan qayıtdı, bizim qardaşım danışdı, qayıtdı ki, qardaşımız ona Allahdan danışmışdı siz demə, amma o keçən kimi o tərəfə birinci dəfə gördüm adamı. Qayıtdı ki, bilirsən də bu kimdir? Dedim, necə bəyəm? Dedi, xristiyandır da bu. Dedim, nə mənada? Deyir, İsa'nın danıcı gedir. Deyirəm, pis iş görür qardaşım. Məndən çörək kəsirsən, deyirəm. Məni birinci dəfə görürsən, düzdür? Dedi, bəli. Dedim, mən o insan vasitəsilə tanımısan da. Dedi, hə. Dedim, mən də xristiyanım. Mən də Rəbbin dalınca gedən bir insanam. Bilirsən, fərqi nədədir, nətər olmalıdır? Bununla 5 dəqiqə söhbət eləyəndən sonra bu insan qayıtdı ki, deyir, sən dediyin tamam başqadır, onun danışdığı tamam başqadır. Biz bilməliyik harada nə demək lazımdır. Əgər bir insan sənin Rəbbin sözlərini qəbul etmirsə və ya barmaq arası sənə baxırsa, sən müqəddəs saydığını artıq itlərin ayağının altına atma. Mirvarilərə, donuzlara atma. Əgər sən həqiqətən istəyirsən o insan imana gəlsin, sən davamlı artıq dua elə onun üçün. Vaxt gələcək o insan özü deyəcək sənə ki, nə vaxt siz nəsə demişdin, o haqda biraz danış da yenə də. Gözlə, dua verə. Allahdan böyük biz heç də bir iş görə bilmərik. Allah eləyər onu. Mən də rayona gedəndə çatana çatırdım, çatmayanda hamı məndən düşmən oldu. Mən dedim, ya Rəbb, niyə belə? Deyil, sən özünə güvənirsən. Sən özün nəsə eləmək istəyirsən. İndi gəl Bakıda, otur onlar üçün dua elə, gör nə olacaq. Üstdən çox keçmədi. Həmən o dayılar, həmən o amirlər hansı ki mənə düşmən idilər, gəldilər burada tövbə elədilər. Mən şokda idim. Mənim evimə gələndə mən onlara Allahdan danışmırdım. Mən onlara it kimi baxırdım. Deyirdim, bunlar donuzdular. Amma onlar özləri ki, mən pis vəziyyətdəyəm. Bəlkə ora gedək, mənə aparasan, yalvarırlar mənə. Mən Allahın izzətini gördüm. Ucalığını gördüm. Allah bizim üçün artıq elədi. Allah öz balasını bizə görə qurban verdi. Bilirsiniz, ürəyimə bir dənə məsələ gəlir. Bu bizim basiyamız, pastorumuz həmişə deyir, çox gözəl bir toxundurucu bir məsələdir. Sonunda onu demək istəyərdim. Və bu məsələ ilə göstərmək istəyərdim ki, yəni Allah bizim üçün bu qədər elədi, biz Allah üçün nə edirik?
Bir ata iş yeri, belə bir iş yeri var idi ki, körpünü açıb bağlamalıydı. Açmalıydı ki, böyük gəmilər keçsin, bağlamalıydı ki, qatarlar keçsin. Bu öz işində olanda körpünü də iki cür açıb bağlamaq olurdu. Bir, elektriklə açılıb bağlanırdı, əgər işıqlar olmasaydı, əllə fırladıb açılırdı o. Və yaxud bağlanırdı. Artıq açılmışdı və o bağlamalıydı onu. Knopkanı basır, düyməciyi basır, işləmir, elektrik yoxdur. Və ata başlayır əllə bunu, o insan bağlamağa ki, qatar gəlir. Qatarın içində neçə yüz nəfər adam var. Bu şəhərdən o birisi şəhərə getməlidir. Qatar çata-çatdadır. Bu körpü də bağlanmaqdadır, amma tam bağlı deyil. Bu vaxtı görür ki, uşağın səsi gəlir. Sizləmə oğlu atasının dalınca qaçıb, iş yeri də evin yanındaymış. Və atasının yanına gəlmək istəyən düşür çaya və başlayır boğulmağa. İndi ata iki dənə odun arasındadır, belə deyək, iki dənə yolun arasındadır. Bunu bağlamasa, o boyda insanlar məhv olacaq. Oğlunu xilas eləsə, onlar gedəcək. Onları xilas eləsə, balasını itirir. Ata bilirsiniz nə edir? Ata körpünü bağlamağa davam edir. Balasını qurban verir. Ata balasını qurban verir. Bilirsiniz, mən edə bilməzdim o şəxsən. Mən edə bilmərəm. Kim edə bilər onu? Allah öz oğlunu bizə görə qurban verdi. Biz bu günləri nə edirik? Biz nə ilə qurban verə bilirik? Allah üçün. Gəlin, baxaq həyatımıza. Əgər bizdə müjdə yaşamırsa, biz ölüyük. Əgər o axar sular bizdən gəlib keçmirsə, biz ölüyük. Allah istəyir ki, biz bu günləri dirilək. Allahın yanına gələk. Kim həqiqətən istəyirsə dirilmək və Rəbbin yolunda yaşamaq, Rəbb üçün yaşamaq. Buyurun, gəlin. Kim özünü bu günləri daş kimi görürsə, son dəfə yadına düşmür ki, mən kimə nə vaxtsa danışmışam. Buyurun, gəlin. Rəbdən güc alın, qüvvət alın. Allahdan həqiqətən müqəddəs ruhu alın və deyək ki, ya Rəbb, biz daş olmaq istəmirik, biz həqiqətən sənin balan olmaq istəyirik. Və istəyirik ki, sənin xilasını bütün xilqətə çatdıraq. Rəbdə yaşayaq.